İşdən iş çıxarırıq. Nərmin Aşurzadə ilə idarə etmənin əsasları başlayır. Salam, hər vaxtınız xeyir olsun. Bu ilin son iş günündə istədik ki, xüsusi bir insanı dəvət edək. Bu il həm çox çalışan, həm də əksəriyyətinin sevimlisi olan, həmçinin də bizim çox bəyəndiyimiz, daim dinlədiyimiz və efirdə tez-tez səsləndirdiyimiz mahnılarını reper Orxan Zeynallı studiyamızdadır. Orxan, xoş gəlmisiniz. Necəsiz? Xoş gördük, çox sağ olun. Təşəkkür edirəm xoş sözlər üçün. Yaxşıyam. İl necə keçdi? Belə keçmişə bir ilə dönüb baxanda yaxşı idi? İl bu yaxınlarda barədə düşünürdüm. Mənə elə gəlir ən məhsuldar ilim ola bilər 2025. Çünki biz konsertlərlə başladıq, konsertlərlə bitirdik və arada layihələr, mahnılar, kliplər çox yaxşı oldu məncə. Hər ili belə eləyə bilsək yaxşı olar. Amma sizin iş elədir ki, bax mənə elə gəlir ki, bu əhval-ruhiyyəyə çox bağlıdır. Yəqin ki, reperlər oturub belə ciddi iş qrafiki 9-6 falan işləmirlər. Biraz əhval-ruhiyyə olmalıdır, biraz kədər olmalıdır, biraz yaxşı olmalısan. Bütün bunları bu il sizcə tutdura bildiniz deyə belə oldu. Bu dolu-dolu hisslər oldu, yoxsa elə işdir sizdə də ciddi? Valla fəaliyyəti əhval-ruhiyyədən asılı olanlar böyük zallarda konsertlər vermirlər. Mənə elə gəlir ki, istənilən işdə olduğu kimi bizdə də biraz məsuliyyət, peşəkarlıq önə keçməlidir. Sözsüz ki, yəni yaradıcı insan üçün biraz daxili aləm, hansısa faktorlar var, mahnı yazmaq üçün, yaratmaq üçün. Amma bunu oturub gözləmək aylarla, illərlə, ilham pərim yoxdur, nə bilim hansısa özünü vəziyyətlərə salmaq falan. Məndə elə şeylər yoxdur və mən çalışıram ki, birinci növbədə iş kimi də bu məsələyə yanaşım. Əgər istəyirəmsə ki, nəticədə mənim yaradıcılığım, mənim işim kimi mənə yanaşsın, bu qarşılıqlı olmalıdır, işə hörmət eləmək lazımdır. Ona görə mən bəli, müəyyən mənada qrafikada hətta bəzən salıram. İstər bu konsert layihəsi olsun, istər sırf mahnı yazmaq olsun. Mən dəfələrlə olub ki, özümə demişəm ki, növbəti 3 gün falan saatdan falan saata qədər studiyada olacağam və mahnı yazacağam. Olub ki, alınıb, olub ki, alınmayıb. Yəni belə, təbii ki, hər mahnıda bu belə olmur. Mən fərqli illərdə yazdığım, əsasən də bu çox populyar olmuş mahnılardan söhbət gedirsə, bunlar çox belə yəni gözlənilməz, özündən asılı olmayan vaxtlarda yazılıb, belə ürəyimi boşaltmaq kimi olub, elə belə deyək. Və yəni onlar yazılıb, o mahnılar var artıq, amma mənim kifayət qədər həmçinin sevilən başqa mahnılarım da var ki, mən onları sadəcə demişəm ki, bugün oturub bu mahnını yazacağam və yazmışam və nəticəsi də çox yaxşı olub. Açıq mən təəccübləndim. Mən ümumiyyətlə sənət adamları ilə çox az ünsiyyətdə oluram. Mən daha çox işgüzar, biznesmenlər və sair sahibkarlarla danışıram və onlarda məsələn doğrudan da belədir də. Hər şeyin qrafiki var və işə bir qədər fərqli yanaşılır. Mən elə bilirəm ki, sənət adamları ilə danışanda mənə deyəcəklər ki, biz birsən axşam gözləyirik 2 olsun, ilham pərləri gəlsin, ya da nə bilim, nəsə bir hiss yaşayım ki, mahnıya çevirə bilim. O 18-19 yaşda biraz o romantik anları yaşayırsan ki, onsuz da sən məsəl üçün də yəni bu gün sən reper olmusansa, musiqiçi olmusansa, çox güman ki 18-19 yaşında da buna uyğun həyat tərzin olub və studiyalarda da gecə məsələsi məsələn hardan qaynaqlanır? Sənin pulun olmurdu, hansısa studiya gecə boş olurdu, açarı verdi, gəl burada işlə, pulsuz olsun. Yəni bu məsələnin kökü əsasən odur. Bizim özümüzdə də elə olub. Bakıda fərqli studiyalarda bizə şərait yaradırdılar ki, axşam 8-9 iş bitir, ödənişli saatlar. Sonra biz sizə şərait yaradırıq, gələsiz pulsuz istifadə edəsiniz. Söhbət host vaxtlarından gedir. Host vaxtlarından, hələ host yaranmamışdan qabaq. Yəni bizim də 17-18 yaşımız var idi. İndi elə deyil. İndi mən gecə vaxtı studiyada ümumiyyətlə olmuram. Mənim yəni ailəm var, iş gördüyüm adamların hamısının ailəsi var və biz bütün məşqlər, bizim konsert məşqlərimiz hamısı səhər 11-də 12-də olur. Mənim özümün studiyaya qapanıb iş görmə vaxtım 12-1-ə qədər olur günorta. Səhər 10-da 11-də girirəm. Hansısa layihə üzərində işləməliyəmsə, orada qapanıram, özüm üçün tam yüksək səs verirəm, çünki evdə onu eləmək olmur. Onun üçün mənim ayrı bir yerim var. Yəni belə bu əslində mən çalışıram ki, bunu hobbi, sevgi çərçivəsindən də çıxarmayım. Yəni o qalsın, o həyəcan qalsın ki, tam belə boz bir iş rutininə çevrilməsin. Amma disiplin çox önəmlidir. Mən mütəmadi olaraq fərqli
dövrlərin uğurlu sənətçiləri haqqında oxuyuram da, müsahibələrinə də baxıram. Görürəm ki, hamısında belədir. Yəni dünya turuna çıxan, milyonlarla pul qazanan heç bir sənətçi oturub İlham Bərsin gözləmir və yaxud da ki, gecəni gözləmir. Yəni bu insanlarda belə deyil. Onda səhv fikir yaranıb sənət adamları haqqında. Yəni, Çünki biz məsələn qıraqdan elə bilirik. Elə bilirik ki, sizdə biraz daha fərqlidir hər şey. Yəni bizdə fərqlidir, biraz var o faktor. Çünki bizdə industriya yoxdur. Çünki bizdə disiplinli olub çıxacağın bir yer də elə də çox deyil də. Yəni bu digər ölkələrdə qonşu olsun, istər ümumiyyətlə Amerika kimi böyük dövlətlərdə olsun. Bizdə elə deyil. Yəni bizim ölkədə musiqi rutini aşağı-yuxarı gəlir, fırlanır banketlərə, toylara. Onun da qrafikini sən yazmırsan da, sən hansı saatda çağırılır, gedirsən, oxuyursan, gəlirsən. Amma məsəl üçün nadir istisnalardan ola bilərəm mən və ola bilər bir neçə başqa sənətçi, hansı ki biz toy banket rutinində deyilik, amma həmçinin də uğurlu sənətçiyik, kifayət qədər qazancımız da var. Biz belə sıfırdan industriya yaratmağa çalışırıq da. Mən bölgələrdə konsert verməyə gedirəm. Bu özü əslində yəni olmayan bir şey yaratmaq kimi bir şeydir. Çünki biz gedirik məkanlarda elə şeylərlə rastlaşırıq ki, başa düşürük ki, bu yenidir. Yəni Bakıda artıq biraz formalaşıb nələrsə var ki, Bakının özündə də mən 2022-də birinci konsert elədim. Onda da o qədər şey gördük ki, belə adam şoka düşür ki, yəni Nədə daha çox şoka düşdünüz? Yəni təşkilatçılarda, məkanlarda, səndən rəftarda baxırsan ki, yəni çox geridə qalıb da, hər şey çox geridə qalıb və məkan sahibləri də uzun vədəli yanaşmır bu məsələyə. Baxın ki, bir artist gəlib indi o konsert verəcək. Mən bundan nə götürdüm? Yəni o düşünmür ki, biz elə eləyək ki, bu növbəti 5 il bizdə konsert versin. Çünki o növbəti 5 ili görmək istəmir. Hamı fikirləşir ki, 3 ay üçün bir dənə plan qurum, nə oldu gedim. Biz bir balaca ölkədən kənara çıxırıq, heç kim olduğumuz şəhərlərdə konsert veririk. Görürük ki, orada bizə necə yanaşırlar. Yəni o məni tanımır. Mən orada bir dənə vaxt konsert verərəm, vermərəm bəlli deyil. Onun öz artistləri var, öz yəni lokal ifaçıları var. Məndən də daha çox bilet satırlar. Amma yəni artıq onlarda oturmuş bir sistem var deyə. Bəli. Sən gedirsən, səni incitmirlər, hər şey sənin üçün yaradırlar, bütün şəraiti və adam biraz üzülür, qibtə eləyir, amma bizdə də belədir. Mən buna görə heç vaxt təslim olmuram. Yəni biz hər dəfə bölgələrdə konsert veririk, sonra çıxırıq, deyirik ki, gəlin söz verək ki, bu axırıncı dəfədir. Amma sonra insanlar yazır. Mən insanların yanındayam. Hər zaman insanların yanında olmuşam. Bilirəm ki, yəni onların günahı yoxdur. Yəni onlar məsəl üçün Bakıdakı qədər rəngarəng həyat yaşamırlar və hansısa bir konsert, yəni söhbət təkcə mənim konsertimdən getmir də, fərqi yoxdur. Hansısa alternativ janrın da, yəni bilet sata biləcək artistin orada verəcəyi 1 saat, 2 saatlıq proqram, orada bir çox gəncin, yəni həyatının belə önəmli saatlarından birinə çevrilə bilər də. Bizdə hər həftə sən kluba gedirsən, ora gedirsən, bura gedirsən, orada o imkanlar o qədər də çox deyil. Orada məşhurdur ümumiyyətlə rep bölgələrdə. Bilmirəm, yəni rep mənə elə hər yerdə məşhurdur. Rep ifaçılarını hər yerdə dinləyirlər. İstər mənim kimi yazan insanlar olsun, istər daha dinamik, daha aktiv formada, yəni hip-hopun ümumilikdə fərqli formaları var. Yəni hamını dinləyirlər. Əzəldən məsəl üçün Bakıdan kənar Sumqayıt həmişə çox seçilib ki, rock, rep orada çox sevilib. Gəncə mənə elə gəlir ki, ümumiyyətlə repin yaşadığı belə bölgələrdən biri olub. Həm Gəncənin özündən çox reperlər çıxıb. Orada belə, yəni mən təxmin edirəm necə çətin olub o reperlərə 2000-lərin əvvəlində və ya 2010-larda nəsə eləmək, yəni ictimai qınaqla üzləşmək. Yəni bizə Bakıda bu qədər çətin olubsa, onlara yəni 2 qat çətin olub o geyimləri geyinmək və s. Amma yəni insanlar sevilir. Mən özümlə yəni tam deyə bilmərəm də ki, mənə gələn kütlə sırf repi sevir deyə gəlir. Azərbaycanda ümumi götürsək, yəni sırf repi sevən insan çox azdır. Bizdə yəni artistlər var ki, onları sevirlər. Məsəl üçün Orxan var, filankəs var, onu sevir. Bir janra aid bir şey deyil də tam olaraq. Mən başqa ölkələrdə baxanda görürəm ki, ümumilikdə rep sevgisi var və həmçinin də bu rep sevgisinin fonunda da bu artistləri bəyənirlər. Bizdə yəni bizim mədəniyyətimizə hələ də tam olaraq assimilyasiya ola bilməyib rep. Daha çox Azərbaycan repi, yəni bizim repi dinləyirəm deyən adamlar Azərbaycan repini dinləyirlər. Xarici repi dinləmirlər. Maksimumda ola bilər biraz türkləri dinləsinlər.
bununla iş bitir. Amma yəni rep bu deyil təbii ki. Ona görə bizdə daha çox belə artistlərə bağlı bir şeydir ki, hə Orxan sevəni var, filan kəsin var, o birisinin var və ona uyğun da o gedir, konsert verir. Biz yəni Naxçıvanda 1000 nəfərə konsert verdik məsəl üçün bu il 2025-də. Gəncədən son konsertimiz oldu. 3-cü konsert idi. Artıq 700-800 nəfər adam var idi. 2 fərqli seans konsert eləmişdik. Və bu konsertlərdə biz baxırıq ki, çox əziyyət çəkirik təşkil etməkdə, məkanlarda və s. Biz incidirlər, məkanda olan işçilər üçün də biraz bu biraz şey faktordur ki, Bakıdan adam gəlib, çoxlu bilet satacaq, biz burada nə qazandıq. Yəni biraz hamı belə startda dayanır, ova çıxır da bir növ. Biz insanları üzməmək üçün hər şey biraz dözürük ki, tamaşaçı gəlib, oxuyaq, əylənək, yaxşı vaxt keçirək. Amma hiss edirəm ki, əhval-ruhi motivasiyanıza təsir edir. Motivasiyaya sözsüz ki, təsir edir. Çünki sən sənətçisən, sən istəyirsən ki, bir sənətçi münasibəti görəsən. Amma bir yerdən sonra başa düşürsən ki, bu kaprizlərlə çox uzağa getmək mümkün deyil Azərbaycanda. Rideriniz var? Azərbaycan reallığı var. Riderim var, amma Azərbaycana adaptasiya olunmuş bir riderdir. Necədir? Məsələn, nələr orada xüsusi qeyd olunur? Nə olmalıdır? O rider əslində xaricdə necə olur da? Rideri kimə verirlər? Rideri təşkilatçılara verirlər. Okay. Mən bütün konsertlərimin təşkilatçısı özüm olduğum üçün mən özümə rider verməli oluram da. Bizdə yəni çox nadir hallar, daha çox çıxışlara aid olur o rider məsələsi ki, bizi harasa dəvət edirlər yarım saatlıq çıxışa. Məsəl üçün universitetlərin tədbirləri olur bu dəqiqə. Festival kimi keçir də maşallah o tədbirlər, böyük zallar götürülür, Crystal Hall götürülür, gimnastika mərkəzi və s. Ora bəli artıq səndən rider istəyirlər, çünki sənə ayrı otaq ayırırlar falan. Mənim heç bir xüsusi istəyim yoxdur. Yəni Kofe olsun, ləbləbi, heç olmasa. Demək olar ki, yoxdur. Hərdən sadəcə olaraq belə artist kimi görünmək üçün nəsə deyirəm, amma mənim yəni həqiqətən heç nə istəmirəm. Yəni ümumiyyətlə mənə qəribə gəlir kimsə nəsə eləyəndə. Və maksimum çay, su falan ola bilər. Və mən artistlərin bizə o ərdən çatır ki, Rusiyada o var, onun belə yazılıb, elə yazılıb. Mən onların məsəl üçün baxıram müsahibələrində, soruşurlar ki, məsələn səndə bir Ukrayna əsilli ifaçı var idi ki, onun riderında belə bir şey var ki, mən aeroportda qarşılayanda 3 dənə şar olmalıdır əlinizdə. Niyə də? O da onu deyirdi ki, mən onu eləyirəm ki, görüm ki, onu oxuyub yoxsa yox. Yəni o əslində orada başqa mənalar var ki, o baxır ki, mənə deyir vacib olan texniki riderdir. Amma o texniki rideri mən konsertin ortasında biləcəm. Ona görə burdan mən onu yoxlayıram ki, görüm o şnurları da orada düz qoyub yoxsa yox. Kimdir onu eləyən? Çox ağıllı adamdır. Səhv eləmirəmsə Ivan Dorn eşitmişdim onu demişdi. Çox ağıllıdır. Və başqa artistlərdə də bu faktorlar var ki, onlar belə qeyri-adekvat görünən istəklər istəyirlər ki, yoxlasınlar ki, sən bunu oxumusan yoxsa. Amma yenə deyirəm, oturmuş bir sistemdir. İndustriyada konsert direktoru var, konsert təşkilatçıları var. Azərbaycanda konsert təşkilatçıları və bir neçə nəfər var ki, türklər gətirdim falan məkanda konsert verdim. Yəqin ki, onların riderlarını onlar necəsə qarşılayırlar, amma daxili aləmdə, daxili olaraq bizə yazırlar, gəlsin konsert təşkil eləyək falan, amma mən onu heç kimə etibar edə bilmərəm öz konsertimi. Ümumiyyətlə, yəni birinci gündən hər şeyi özüm öz komandamla eləmişəm. Yəni bütün detallara qədər, işıq necə oldu, giriş necə oldu, hər şeyi özüm eləmişəm. Çünki mənim üçün tamaşaçımın olduğu qədər önəmli, onların önəmi mənim üçün olan önəmi. Təşkilatçının o qədər də fərqli vecinə deyil. Yəni təşkilatçı mənim tamaşaçımın xətrinə dəyə bilər. Ona o maraqlı deyil. Sabah Orxan olmayacaq, başqası olacaq. Mən öz tamaşaçımın xətrinə dəyə bilmərəm amma. Yəni biz birinci Bakıda konsertə gələndə, böyük konserti verəndə xatırlayıram ki, mühafizə qrup komandası ilə falan, yəni əməlli oturub yarım saat danışmışdıq ki, bizim kütlə fərqlidir, siz burada heç kimi itələyə bilməzsiniz, siz burada nə bilim qışqıra bilməzsiniz heç kimin üstünə, bu bizim üçün çox önəmlidir, qapılar falan vaxtda açılmalıdır, deyilən vaxtda başlamalıdır falan. Gördüm ki, o belə qəribə baxırlar ki, yəni bir insan öz tamaşaçı üçün bu qədər mübarizə aparır. Mən deyirəm, yəni bu mənim üçün önəmlidir, bu adamlar mənə illərdir qulaq asırlar. 15 yaşından, 14 yaşından qulaq asanlar var. Mən onları qıra bilmərəm. Yəni bizdə hətta olub ki, səhv eləmirəmsə Gəncə konsertində idi. Mənim görmə qabiliyyətim çox yaxşı olduğu üçün zalda baş verən heç nə gözümdən yayınmır. Yəni gördüm ki, orada bir xanım kefsiz oturub, konserti saxladım, çağırdım onu, soruşdum nə baş verib.
Dedi təşkilatçılar bəs mənə itələdilər mühafizədə nəsə yerimə keçəndə falan. Mən üzr istədim, ondan sonra konsertdən sonra biz backstage-ə dəvət elədik, şəkil çəkdirdik. Yəni ürəyini aldıq. Mənim üçün önəmlidir hər bir insan, heç kim oradan ağlamış, kədərli, üzgün getməməlidir. Bu mənim məsuliyyətimdir, mənim 2 saatımdır. Bakıda bunu kontrol etmək daha asandır. Bölgələrdə biraz çətin olur, amma çalışırıq ki, eləyək. Onda Orxan, sizə sadəcə reper demək olmaz da, prodüser, təşkilatçı, yəni bütün bu məsələlərə. Mən host vaxtı da əslində bizim üçlükdə iş bölgümüz var idi. Mənim üzərimə düşən konsertləri təşkil etmək idi. Yəni yəqin ki, o vaxtdan belə bir təcrübə yaranıb. Bəli, mən prodüserlik 100% eləyirəm. Yəni çünki məsələn konsertlərdə olan proqramların hamısını mən özüm düşünürəm. Bütün duetlər, bütün hansı mahnı ilə birləşsə maraqlı olar və nəticədə məsəl üçün boom effekti verir. Onları özüm düşünürəm hər birini. Bu məsələdə ümumiyyətlə demək olar ki, çox nadir hallarda kimdənsə bölüşürəm. Bunları hamısını özüm eləyirəm. Mən bu daha çox xoşdur. Yəni özümü heç bir formada təsəvvür eləmirəm ki, 7-də konsertdir. Mən başqa artistlərin konsertlərində olmuşam da, dost sənətçilərin. Görmüşəm ki, onlar yəni konsertə gəlirlər oxumağa da, yəni ki, mən baxıram mənim ürəyim partlayır, yəni elə bir şey. Mən bir gün, 2 gün qabaqdan, gecədən orada hələ nəsə işıq qurulur falan, mən hər şey görməliyəm, yəni. Hər mərhələsində iştirak eləməsəm mənə nuş olmur da. Yəni bu məsəl üçün Sarayda 3 gün konsert oldu. Hər 3 gün mən hətta 4 gündə, bir gün öncədən də məkan bizdədir. Hamısında səhər hamıdan tez gəlirdim ora. Yəni hər birində, hətta məsələn dünən konsert olub gəlirdim yenə, uşaqlar ağlıma bir ideya gəlib, dünən bəs konsertdə bu mahnılar biraz belə qarşılandı, yəni onlar biraz dəyişək falan. 3-cü konsert gününə artıq məsəl üçün uşaqlar daha belə yəni rahat gəlmək istəyirdilər ki, yəni artıq 2 gündür eyni şeyi çalırıq. Hə, mən dedim, yox, bir dənə də mahnı var, onu mən düşünürəm ki, biz sala bilərik. Özünüzü müdirlər kimi aparırsınız. Danışdıqca belə başa düşürəm ki. Amma yəni belə də çox istənən müdir kimi. Hə, aydındır. Bax siz bu konsertləri daha çox o daxili motivasiya olurdu. Özündə başa düşürsən ki, mən daha çox nə üçün edirəm bunu? Yaxşı pul qazanmaq olurmu deyə və reperin başqa artıq qazana biləcəyi imkan yoxdur deyə edirsiniz? Yoxsa reputasiya üçün, yəni Orxan Zeynallı konsert verməlidir də. Belə ya da ki, elə sadəcə kimlərisə gəlim, sevindirim və ya bunların bəlkə üçü birlikdə necə balans qorunur? Mənim üçün bu həyat tərzidir, belə deyək. Yəni motor işləməlidir. Mən belə baxıram ki, motor işləməlidir. Mən bu gün gənc sayıla biləcək son yaşlarımdayam və ay necə kədərli səslər. Yəni bu gün enerjim var, gücüm var. Mən heç vaxt düşünmək istəmirəm ki, görəsən o vaxtı biz 2 gün konsert elədik, 3-cünü eləyə bilərdik. O sualı özümə illər sonra vermək istəmirəm. Buradan əlbəttə mən şükürlər olsun ki, Bakıdakı böyük konsertlərdən kifayət qədər yaxşı qazanc əldə edirəm. Əldə edə biləcəyimdən az eləyirəm, çünki mən dəhşət çox xərcləyirəm. Yəni biz dəhşət çox xərcləyirik konsert. Son saniyəyə qədər mən nəsə düşünürəm, zəng edirəm ki, bir dənə tüstü görmüşəm, 1000 manat, bir dənə onu da gətirək də 1000 manatdan heç nə olmaz da, yəni falan. O 1000 yığılır, yəni əməli böyük fərq eləyir. Amma yəni heç vaxt peşman olmuram, çünki həqiqətən düşünürəm ki, mən o pulu götürüb xərcləyərəm, harasa gedər, amma bu tarixdir, qalır, yəni görüntüsü, şəkli, videosu illərlə bizim yanımızda olur. Ona görə, yəni bu mexanizmdir. Mən düşünürəm ki, bu maşını məsələn qoyub qarajda gedirlər, bir dostuna verirsən ki, arada götür sür də bunu, yəni ki, o qalıb paslanmasın. Yəni bu da elə bir şeydir mənim üçün. Yəni mən musiqi ilə məşğulam. Musiqi ilə məşğul olan insan nə etməlidir? Mahnı yazmalıdır, konsert verməlidir və biz yəni industriya bizdə yoxdur, nə bilim, nə onu deyib məsələn illərlə Azərbaycanlı sənətçilər onu deyiblər də ki, siz niyə konsert vermirsiniz? Ancaq toy. Nə konsert, nə bilim, nə. Hamı belə deyib də ki, bizdə yoxdur, o yoxdur, bu yoxdur falan. Və yəni haqlıdırlar, amma okey, yoxdur. Bunu kimsə yaratmalıdır da. Yəni biz bunu necəsə yaratmalıyıq. O yaradan insanlardan biri ola bilmək mənim üçün çox qürur vericidir və düşünürəm ki, bugün elədiklərim hansısa növbəti nəsil üçün hansısa cığırları açır və Heydər Əliyev Sarayı kimi bir məkanda mən konsert eləyirəmsə, bu o deməkdir ki, artıq bizim öyrəşdiyimiz adlar var da ki, o ancaq onlar Heydər Əliyev Sarayında konsert verə bilər. Çünki ora xüsusi məkanda gedim kirayəni ödəyim, götürüm konsert eləyim deyil. Yəni insanlar görür ki, aha, deməli bu korifeylər, xalq əməkdar artistlər və s. onlarla iş bitmir. Sadəcə öz hesabına bir yaradıcılıq düşünmüş bir insan da gedib orada konsert verə bilir.
onun da üzünə qapı açıqdır. Bu artıq hansı gəncdə də motivasiya Həvəsləndir. yaradır və sabah o gənc sarayın qapısını döyəndə artıq saray baxır ki, hə bu cür mahnıları Orxan yazırdı, konsertlər edə bir problem olmadı. Yəni bu da ola bilər. Mən yəni onu düşünürəm həqiqətən ki, biz nəsə eləyirik də, nəsə bir yol açırıq və mən o yolun mənim adımı daşımağını qətiyyən istəmirəm. Mənim üçün heç bir fərqi yoxdur. Bu gün nə qədər insan, gənclər var, konsertlər eləyirlər, özləri yazırlar ki, sən elədin, biz həvəsləndik, biz də elədik. Baxıram ki, yəni bu mənə deyir, sağ olsun, deməyə elə düşünən adamlar da var. O da mənim üçün yəni tamamilə normaldır. Mən heç kimdən adımın səslənməyini falan belə şeylər heç vaxt gözləməmişəm. Bu bir prosesdir də, yəni biz hamımız prosesin bir parçasıyıq. Özümüzlə heç kim heç yerə heç nə aparmayacaq. Bu gün burdayıq, yaşayırıq. Söhbət məsəl üçün konsertdən gedirsə, mən bundan çox böyük zövq alıram. Ondan yaşadığım emosiyalar, ümumiyyətlə bir hədəf qoyuram ki, məsəl üçün bu gün sentyabrdır, noyabrın axırı konsertlərdir. Bu 2 ay ona hazırlıq prosesi mənim ən sevdiyim mərhələdir. Konsertin özündən çox bunu sevirəm. Yəni. Uzun illər xaricdə yaşayanda baxmayaraq ki, ondan qabaq mənim Bakı konsertlərim 150-200 nəfərlik idi. Orada təbii ki, hansı qazancdan söhbət gedə bilməzdi. Amma biz o konsertlərə də çox hazırlaşırdıq və fonoqram eləmirdik. Yəni bənd yığırdım. 17-18 yaş uşaqlar idi. Özüm də yaşım az idi. Beşindən başımız çıxmırdı. Nəsə düşünürdük, bunu belə eləyək, onu eləyək və orada darıxanda baxırdım ki, proses üçün darıxıram mən. Sırf səhnəyə çıxdım, cəmaət məni alqışladı. Onun üçün yox. Yəni o ikinci dərəcəli gəlir. Və düşünürəm ki, hər nə qədər ki mən bu prosesi sevirəm, məndə bu işlər o qədər də uğurlu alınacaq. Çünki təkcə alqışı sevmək, kassadan götürdüyüm pulu sevmək, bunlarla bir yerə çıxmaq olmur. Alqış çox gözəl bir şeydir, sözsüz ki, pul da əla bir şeydir, amma bu ikisinin üzərində yaradıcılıq dayana bilmir heç vaxt. Bəs yaradıcılıq Aidlə Orxanda çox ciddi fərq var, yoxsa? Aid daha çox yeniyetməlik, maksimalizm idi mənim üçün. Mən rapə çox uşaqlıqdan qulaq asırdım. Hostlama bizim üçün bir rap fəaliyyəti deyil idi. Biz cəmiyyətdə nəsə eləmək istəyirdik. Yəni yaşımız az idi, inanırdıq ki, nəsə eləyəcəyik falan. Nəticədə də təbii ki, nələrsə gənclər üçün dəyişdik, nəsə yaratdıq, nəsə bir yol cızdıq və s. Və Aid daha çox o dövrün qəhrəmanı idi da, belə deyək. 18-19 səsi hələ formalaşmamış, düşüncələri hələ yavaş-yavaş oturuşan, hansı ideyaları, yəni ağlıma nəsə gəlirdi, amma onu mənə qələm vərəqə keçirmək çox da asan deyil indiki qədər. Daha belə baxırdım ki, indi məsələn o vaxt yazdığım sözlərə qulaq asıram, görürəm ki, yəni fikirlər, ideyalar yaxşıdır, amma deyiliş forması, struktur çox belə bişməmiş də, çiğdir. Bizdə yəni qrupda digər ifaçılar, onlar məndən daha təcrübəli idilər. Yəni istər Elxan olsun, istər Mete olsun. Onlar hostdan 3-4 il qabaqdan başlamışdılar yazmağa. Yaşları da məndən 2-3 yaş böyük idi. Mən hostda bir başladım hər şeyə. Mən daha çox cərəyanın, ideyanın bir parçası idim. Və düşündüm ki, sonra artıq qrup fəaliyyətini bitirəndən sonra solo karyeralar başladı. Uşaqlar öz ləqəblərini saxladılar. Mən gördüm məsələn Aid ləqəbi oturmur mənim üstümə. Mənim nəsə yəni çox belə altında bir məna yox idi mənim üçün. Çünki uşaqların ləqəbləri hostdan qabaq onların özü ilə idi. Yəni hostla bir yerdə olmamışdı. Və o ləqəbi seçmələrində bir məna var da. Yəni hər kəsi danışsa uzun-uzun danışa bilər. Mənim üçün Aid ləqəbinin elə böyük mənası yox idi. Bəs kim o adı sizə? Yəni necə seçdiniz o ləqəbi? Biz elə şey olduq ki, qrupdur, hər bir ləqəbi olmalıdır. Gəl məndə də Aid olsun. Yəni belə bir şey idi. Ki, nə bilim Yunan mifologiyasında var. Ölüm tanrısıdır falan, maraqlıdır. Və gördüm ki, yəni bu çox belə çəkisi olmayan bir adla mən illərlə bir yerdə davam eləmək istəmirəm. Siz elə deyəndə bizim uşaqlığa, gəncliyə hörmətsizlik eləyirsiniz məncə. Aid, xahiş edirəm. Mən olduğu kimi deyirəm də, olduğu kimi. Yəni mənim üçün yoxdur. Yəni çəkisi var sözsüz ki, amma illərlə üzərimdə daşıyacaq qədər deyil. Yəni Aid belə deyək də bir sən məktəb illərində baxdığın bir film var, nə bilim multfilm var və s. Orada bir qəhrəman olur. Sən indi ona baxmırsan. Və istəyirsən ki, o vaxt qalsın. Hə, yox, aydındır. Aid mənim üçün odur, yəni ki, mən o Aid kimi məni bu gün də çağıran adamlar var.
O da məndə bir isti xatirələr oyadır. Amma xoşunuza gəlmir? Yox, xoşuma gəlmir deyə bir şey yoxdur. Yəni qətiyyən insanlar mənə aid kimi də çağıra bilər. Mən heç vaxt buna kateqorik yanaşmamışam. Sadəcə yəni mən düşünürəm ki, məsələn bu gün mənə kimsə aid deyirsə, o mənim üçün axır bir xüsusi bir face controldur. Mən bilirəm ki, bu adam mənə neçə ildir qulaq asır. Yəni bu adam mənə 40-cı paraleldən tanımış ola bilməz də. Yəni bu insan biz insan deyilikdən o vaxtından tanıyır. Yəni o təbii ki, xoş bir şeydir. Amma indi mən mahnımı məsəl üçün aid adı altında buraxmaq istəmirəm və ya konserti aid adı altında eləmək istəmirəm. İstəyirəm ki, o qalsın o vaxtda, necə ki, məsələn bir aktyor olur, onun məşhur bir filmi olur. Deyək ki də məsəl üçün Johnny Depp, bu Jack Warabey, kimlər üçünsə o Jack Warabey olaraq qalacaq. Amma onun üçün həyat davam edir də, başqa rollar var və s. və s. Bu da elədir, yəni aid mənim üçün o dönəmdir, 2007-2012-dir. Mənim üçün çox şirin bir dönəmdir, çox özəl bir dönəmdir. O vaxtdan özümlə çox şey daşımışam. Yəni həmin insanam. Mən o vaxtı cəmiyyət üçün, gənclər üçün eləmək istədiyim şeylər var idi. İndi başqa formada eləyirəm. Yenə də nəsə eləməyə çalışıram. Amma yəni o ləqəb istəyirəm ki, yəni tamaşaçı üçün də o illərin bir qəhrəmanı kimi qalsın. Yəni mən qətiyyən aid ləqəbi nəsə önəmsiz, mənasız bir saymıram. Aydındır. Bəs o vaxtın rep dinləyicisi ilə indiki rep dinləyən insanlar fərqlidir yoxsa yəqin ki, fərqlər var müəyyən qədər. Məsələn, hansı nəsildə daha yaxşı idi? O vaxtla bu vaxt mən əslində düşünürəm ki, o vaxtın dinləyiciləri var ki, bir çoxu hal-hazırda da dinləyir. Onların yaşı artıq 30-lardadır, 30-dan yuxarıdır. Mən çox rast gəlirəm belə kütləyə. Amma həm də bu yaxınlarda bizi dəvət etmişdilər bir kollecin yeni il tədbirinə. Mənim üçün çox belə maraqlı bir təcrübə idi ki, çünki mən hərdən düşünürəm ki, dinləyici kütləm əsasən o vaxtdan sadəcə dinləməyə davam edən insanlardır. Amma yəni getdim ki, 17-18 yaşlı uşaqlar Mavi Qızıl Yamasını əzbər oxuyur. Yəni o mahnı 2012-də çıxıb da məsəl üçün. Yəni onlar təbii ki, o vaxtda eşitməyiblər o mahnını. Yəni təkcə təzələri yoxdur, köhnələri belə insanlar oxuyurlar. Biz bu yaxınlarda Gəncədə konsert olanda bir sorğu elədim ki, 18-20 yaşında xeyli adam var idi kütlə arasında. Təbii ki, yaşı çox olan 27 üstü məndə həmişə daha çox olur. Ona görə fərqi demək biraz indiki 18 yaşlılar yəqin ki, o vaxtda nəzərən daha cəsarətlidirlər, daha özgüvənlidirlər, daha məlumatlıdırlar. Təbii ki də əllərinin altında bütün informasiyalar var, telefon var, internet var, sosial media var. Yəni mənim 18 yaşımda olan bilgimlə indiki 18 yaşının bilgisi fərqlidir. Amma bu da biraz şey yaradır ki, bizim üçün dəyərlər biraz fərqli idi. İndi bu yaxınlarda bir məsələni oxudum ki, nəyə görə nostalji hissi indiki dövrdə pika çatıb. Yəni hər yerdə köhnə dövrün artistləri, filmləri və s. və s. Onu yəni izah edirlər ki, son dövrlərdə hər şey o qədər sürətli formada baş verir ki, heç nəyin ruhu yoxdur, yəni ki, hər şey getdin, təzə çıxan kinoya baxdın, hə, okey, bitdi. Təzə mahnıya qulaq asdın, nəsə mənasız texniki TikTokda trend olsun, o bu. Sən özündən asılı olmayaraq o qədər bu informasiyanın içində olursan ki, 2000-lərin, 90-ların bir səsi gələndə sən gəlib onu qucaqlamaq istəyirsən. Və bütün dünyada artıq bu dalğadır ki, artıq musiqinin başını buraxmış insanları belə prodüserlər bir araya gətirirlər. Bu yaxınlarda görürəm ki, Rusiyada Tatu qrupu turlara başlayıb, məsəl üçün. Böyük stadionları doldururlar. Başa düşürəm ki, yəni bu eyni şeydir. Ruki Verx qrupu futbol stadionunda konsert verir 70 min nəfərə. Bir dənə də mahnıları yoxdur da, adam hamısı 25-30 ilin mahnılarıdır. Niyə? Çünki bizim kimi insanlar, 30 neçə yaşı olan adamlar son dövrlər baş verən incəsənətdə olan nümunələrdən əvvəlki qədər zövq ala bilmirlər də. Yəni baxırsan xoşuna gəlir, texniki olaraq hər şey superdir, kliplər möhtəşəmdir, filmlər möhtəşəmdir. Amma emosiya sanki yoxdur. Hə, yəni bu Titanicdən aldığın duyğuları ala bilmirsən və yaxud da ki biz bu yaxınlarda evdə tək filminə təzədən baxırdıq. Mən yoldaşıma deyirdim ki, sən təsəvvür edirsən də indiki bu yeni il mövzulu film çəkilsə, orada hansı məqamları filmin içinə salacaqlar. Və xüsusən Netflix-də gedəcəksə. Netflix-ə gedəcəksə nələr olacaq orada? Ki yəqin ki o filmlər var və yəni mən baxmıram şəxsən onlara. Yəni əminəm də ki bizim nəslin nümayəndələri də o filmlərə baxmır. Biz elə yenə də fırlanırıq, açırıq evdə tək, nə bilim, o bu 90-ların falan filmləri və heç nə olmamış kimi zövq alırıq.
Eyni şey də musiqidədir və düşünürəm ki, mənim də şansım onda gətirib ki, biraz o dövrün sənətçisi atmosfer var məndə və insanlar gəlirlər, düşünürlər ki, bizim indiki bu sürətli həyata bir stop verək, gedək karusel mahnısına qulaq asaq. Hansına ki, qulaq asanda mən 6-cı sinifdə oxuyurdum, belə deyək. Ona görə o, yəni uzun ömürlüyün verdiyi bonuslardır da bu ki, biz o vaxt bizlə paralel yazan çox adam var idi. Hamısı musiqini, yəni dayandırdı, hərə bir işdə işləməyə başladı. Kifayət qədər istedadlılar da var idi, amma bu uzun ömürlük davam eləmək çox önəmli məsələdir. Bax bu loyallıq məsələsi o sizin dediyiniz kimi indi hər şey sürətlidir, dəyişir və s. seçim çoxdur deyə məsələn müştəri loyallığı, indi sizdə müştəri deməkdir, tamaşaçı, dinləyici loyallığı, sadiqliyi azala bilər. Başqa sektorlarda da eynidir vəziyyət. Bəli. Hər kəs gəlir eyni sözləri deyir. Amma məsələn sizdə mən düşünürəm ki, bilmirəm necəsə nədənsə hansısa duyğudan, hansısa ideologiyadan necəsə istifadə etdiniz ki, tamaşaçılarda bir sadiqlik yarada bildiniz. Tamaşaçıdakı sadiqliyi mənə elə gəlir ki, biz işə yanaşmada xırda detallar var ki, yaxından izləyən, konsertlərə gələn insanlar o detalların fərqinə varırlar. Yəni hal-hazırda Azərbaycanda bir çox sənətçi var ki, mən alternativ janrı deyirəm də, onların bir konsertlik jokeri var. Yəni onlar bir dənə konsert var ki, onu eləsələr, kütlə gələcək. Amma ikinciyə, üçüncüyə gələcəkmi, o artıq həmin konsertdən asılı olacaq. Mən o jokeri düzgün istifadə elədim. Mən uzun il Azərbaycanda yox idim. Gəldim, o ərəfədə mənim xeyli yaxşı mahnılarım çıxmışdı. Üstünə də gəlsək ki, nostalji faktoru, host vaxtı uşaq olanlar, konsertlərə gələ bilməyənlər böyümüşdü və s. və s. Onları mən yığdım bir yerə, 7000-ə yaxın insanı və onlarla orada o cür davrandım ki, o loyallığı onlar başa düşdülər ki, bu insan o loyallığa layiqdir. Sonra növbəti konsertə gəldi, gördülər ki, bu daha yaxşıdır, daha çox çalışıb, daha çox əziyyət çəkib. O birisinə gəldi. Çünki insanlar olur ki, məsəl üçün bu Saray konsertində çox eşitdim onu, konsertdən birinci konsert günündən əlavə ki, mən çox konsertdə olmuşam, yəni okey də, bu nə olacaq ki, bu dəfə Orxan konsertlərində artıq olmuşam. Birinci günün videoları çıxdı, bizdə elə bir ajotaj yarandı ki, ayda bu dəfə də belə bir şey olub, xor gəlib, nə bilim, filan qonaq gəlib, filan şey olub. Gedirlər, axtarırlar növbəti günə. Bizdə yəni konsertlər arası elə bir, yəni telefonlarımıza elə zənglər gəlirdi, bizə təcili bilet, o bu. Baxırdıq ki, yəni bu hardaydı bu cəmaət, yəni ki, biz 2 ayda konserti reklam eləyirik. Müəyyən qədər yerimiz qalmışdı, amma yəni birinci konsertin videoları çıxan kimi bütün yəni olan qalan biletlər də hamısı satıldı. Biz tam sold out çıxmalı olduq. Yəni bu önəmli bir şeydir. Mən məsəl üçün bayaq da qeyd etdim ki, bəzi məsələlər var ki, onlar xərclərdir də. Onları mən cibimə qoya bilərəm çox rahat şəkildə. Heç kim də gəlib deməyəcək ki, falan şey yox idi. Çünki onun ağlına gəlmir ki, bu ola bilər. Amma biz onu eləyirik və bu həm də enerji olaraq da yəqin tamaşaçı ötürülür ki, yəni adam çalışır ki, mən bilirəm ki, dinlənilmək, sevilmək çox böyük bir məsuliyyətdir. Mən göydən düşməmişəm ki, mən düşdüm, hamı başladı sevməyə, bu belə də davam edəcək. Elə deyil, yəni sevgi bir şansdır. Səni sevən insan sənə şans verir ki, bax bu ürəyimi sənə vermişəm, görüm sən onu necə saxlayacaqsan. Və sən onu hər gün, hər addımında saxlamağa çalışmalısan. Çox qəşəng cümlə idi. Çox. Yəni status paylaşılacaq cümlə idi. Yəni o şansdan düzgün istifadə etmək lazımdır və bu gün də əgər biz neçəyin artıq 5-ci, 6-cı Bakıda böyük konsertə biz 5500 bilet satmışıqsa, mənə elə gəlir ki, biz o loyalty proqram məsələsində düzgün işlər görürük. İndi məsələn bir çox hallarda belə müqayisələr daha doğrusu olur ki, məsələn də istedadlı olmaq yoxsa daha çox çalışqan olmaq, hansı daha çox qazandırır? İndi sizin dediyiniz məsələyə belə baxsaq, siz onda daha çox istedaddansa daha çox zəhmət onda insan nəsə gətirir. İstedadlı olmaq o qədər də vacib deyil. Yəni istedadlı insan yaxşı mahnılar yaza bilər. Çalışqan insan isə yaxşı karyeraya sahib ola bilər. Yəni bu çox önəmli faktordur. Bizim sahədə istedadsız yəqin ki, çətindir ümumiyyətlə nəsə eləmək. Digər sahələrə nəzərən yəqin ki, incəsənətdə istedad faktoru daha önəmlidir. Amma yəni o bitmir. Mən çox istedadlı uşaqlar görmüşəm, reperlər. Günü bu gün də var ki, yəni elə yaxşı yazırlar. Hərdən mənə kimlənsə müqayisə edirlər ki, "Falan kəs qala-qala sən partladırsan." Mən deyirəm, yəni mən onun əlindən alıb partlatmıram ki. Getsin o da partlatsın.
kömək lazımdır, mən ona kömək eləyim. Yəni nə lazımdır eləyək də. Mən bəs günlərlə, saatlarla məşqlərdə, orada, burada. Bunlar xoş işlər deyil. Yəni bu YouTube-a mahnı qoyub kommentləri oxuyub zövq almaqdan ibarət deyil karyera. Yəni bunun çətin tərəfləri də var da, hansın ki sən yuxudan durursan, tıxacda qalırsan, nə bilim onu edirsən, bunu edirsən, saatlarla oturursan, bir mahnı detal üstündə düşünürsən falan, bu partlatmaq bəs onun arxasında bunlar yatır da. Bir də Orxan, məsələn, parıldamağın diqqət mərkəzində olmağının təbii ki, bu müsbət tərəflərdir. Mənfi tərəfləri var ki, səni axı sevməyənlər də var. Bəli. Sənə aqressiya göstərənlər də, kəskin tənqidlər də olur. Və nəzərə alsaq ki, yaradıcı insanlar da biraz belə əhval-ruhiyyəyə biraz yox, xeyli bağlıyıq. Ümumiyyətlə biz insanlar emosiyalara bağlıyıq. Onun ki, bizim üçün bax həmin tənqidləri necə düzgün idarə etmək lazım. Çünki mən nə qədər adam tanıyıram ki, rahat deyə bilərəm. Onlar məhz bu tənqidə açıq olmadığına görə, tənqidin necə işləyəcəyini bilmədiyinə görə parıldamaq da istəmir. Yox, razıyam. Mənim üçün burada biraz belə deyək, üstünlük ondan ibarət oldu ki, biz tanınmağa başlayanda 18 yaşımız var idi və belə deyə həm də söyülməyə başlayanda 18 yaşımız var idi. Mənim üçün çox belə qeyri-adi bir şey idi də o. İndiki şükürlər olsun ki, indiki kimi sosial media yox idi onda. Hansısa forum var idi, saytda haqqında məlumat qoyur. Görürsən altına kimsə yazır, söyür də. Belə baxırsan ki, mən bu adamın kimdir bu? Mən buna nə etmişəm? Yəni konsert postumuzun altında kimsə belə şey yazır. Yavaş-yavaş sonra görürsən ki, yəni mən onu heç vaxt özüm eləməmişəm deyə. Başqasından da görəndə mənə təəccüblü gəldi. Çünki mənim sevmədiyim sənətçi sayı çoxdur, yəni ki, sevmədiyim, nifrət eləmə. Yəni xoşuma gəlmir, amma mən özümü təsəvvür edirəm, girim yazım ona ki, sən görüm belə olasan, elə olasan. Yəni bu yoxdur. Başa düşürəm ki, yəni insandır da, o da belədir. Onun normal bir şey deyil də. Bu normal insan davranışı deyil. Ümumiyyətlə kimsə girib hansı sənətçini söyürsə, pisləyirsə, yəni mahnını bəyənmədim, bu mahnı pisdir. Bundan getmir də söhbət təbii ki. Yəni əməlli belə şəxsiyyətinə toxunacaq sözlər deyirsə, sən baxırsan ki, bu adam normal adam deyil. Və normal olmayan adamın fikri səni niyə narahat eləsin? Əgər eləyirsə, bu artıq sənin zəifliyindir. Yəni təbii ki, sən açıb görürsən kimsə nəsə yazıb, o sənə təsir edə bilər, amma bunu idarə etməyə çalışmaq lazımdır. Kimsə əgər bunu belə necəsə davamlı izləyir, onu eləyir, o başqa məsələdir. Onu artıq müraciət edirsən, məşğul olurlar. Amma belə, yəni bizdə özdə elədir ki, hip-hop sahəsidir, yaşı az olan dinləyicilər çox olur. Onlar ümumiyyətlə yəni bu sosial mediada böyüyüblər də. Onlar biz elədik ki, mən məktəb illərində bilirdim ki, kiminsə haqqında pis söz demək olmaz. Çünki sən onu üzünə deməlisən, o da sənə cavab verəcək buna görə. Amma bu uşaqlar elə böyüməyiblər də. Bu uşaq böyüyüb ki, Orxanın girim Instagramına yazım ki, sən beləsən, ona mənə heç nə eləməyəcək. Mənim profilimdə adında yazılıb, nə bilim Robocop, nə bilim nə zət, mənə hardan tapacaq falan. Yəni belə böyümüş insanlardır. Onlar girirlər sağa-sola nəsə yazırlar. Yəni buna görə heç bir qarşılıq almırlar. Yəni məsuliyyətini daşımırlar. Məsuliyyətini daşımırlar. Hə, bizdə o çox olur təbii ki. Mən öz səhifəmdə bunu kontrol edirəm ki, mən bilirəm ki, məsəl üçün dinləyicilərin girib bir-birinə dalaşmağını mən heç vaxt sevməmişəm. Ki mənə kimsə nəsə yazsın, kimsə ona cavab versin falan. Ona görə qeyri-adekvat yazan hər bir insanı mən avtomatik bloka atıram ki, bu insanlar mənim həyatımdan çıxsın, getsin başqa yerdə mənim haqqımda nəsə yazanda ürəyi nə istəyir yazsın da. Yəni bura mənim məkanımdır, burada olmaz. Tənqidim var, buyur, əlbəttə. Konstruktiv fikrim var, sözsüz ki, buyur. Amma sadəcə söymək, yox, mən ona icazə vermirəm. Ona görə onun üçün yəni baxıram ki, belə bir funksiya var, blok eləmək, bundan yararlanmaq lazımdır. Amma biz bir də nə düşünürlər? Məsələn, həmin insanlar düşünür ki, sən məşhursan, necə xoş sözü qəbul edirsən? Bunu da qəbul et də. Yəni artıq tanınırsan. Mənim sanki söz haqqım var. Bilirəm, yox. Sənin üstündə. Bəli, elə düşünən adamlar var, amma yəni şəxsən mən qəbul eləmirəm. Mən düşünürəm ki, məsəl üçün bu söz haqqını əlindən almaq deyil. Söz haqqını əlindən almaq odur ki, mən gedirəm onun əlindən telefonu alıram ki, bir də heç nə yazmıram. Mən onun söz haqqını yazmıram. Komment yazırsan, pis söz yazmaq istəyirsən, lap gözəl yaz. Mənim də belə bir haqqım var ki, səni blok eləyim. Yəni Instagram tərəfindən verilmiş bir haqqdır. Mən də ondan istifadə edirəm, yəni bu qədər. Orxan, çox təşəkkür edirəm gəldiyinizə görə. Ola bilər ki, gələndə düşünmüşdünüz ki, radioda bunda danışacağam, amma mən soruşmadım. Əlavə eləyə bilərsiniz.
Yox, elə çox maraqlı, hər tərəfli, rəngli söhbət oldu. Düşünürəm ki, izləyən insanlar, əgər əsasən də gənc musiqiçilər, bu yola başlayan adamlar nəsə əgər faydalı bir məlumat əldə edə biliblərsə, nə xoş mənə. İndi bu müsahibənin sonunda sizcə sizin hansı mahnınızla efiri yekunlaşdırmaq lazımdır? İllər sonra mahnısı. Mütləq. İndi qulaq asacağıq. Təşəkkürlər. Çox sağ olun, təşəkkür edirəm.